Bismillahirrahmanirrahim. Zahidliğin en güzeli necə olmalıdır? Ali Aleyhisselam buyurmuştur ki, zahidliğin en güzeli onu gizləməkdir. Çünkü aşkar zahidlik riya və özünü göstərməkdən ayrı değil. Peygamberimiz sallallahu aleyhi ve sellem'den hadis var. Allah sizin üz ve amellerinize değil, kalplerinize bakır. Allah hamd eləyə öz izzət cəlalına bizlərin qəlbimizi pak niyyətlərlə dolu olan, pak eşqlə, sevgiyle, məhəbbətle dolu olan qəlblərdən qərar versin inşallah.